tamahla biz baxırıq Quran-ı Kərimdəki Allah Əshab-ı Kəhvə necə nəzarət edirdi. Onlar yatmışdılar, neçə yüz il yatdılar da, hər biriniz bilirsiniz. Onları yatdıqları vəziyyətdə sağa çevirirdi, sola çevirirdi ki, insan bir bədən, bir istiqamətdə yatsa, bədəni yara içində olar. Bədən dözməz. Biz də baxırıq ki, Əshab-ı Kəhvin nə qədər istəyirdi. Vallahi hər gecə bizi sağa sola çevirən elə Allahdır ki, rahat yataq. Mən özüm rast gəlmişim, alimlər deyirlər ki, bəzi yuxular var ki, onlar çox qorxuludur. İnsan hər gözün yumanda yuxuya gedəndə, yatanda yuxu görür. Amma bəzi yuxuları Allah insanın yadından çıxarır ki, o yuxu həyatında onu rahat buraxmaz. Allahın rəhmətidir. Bəzən axı qalır adamın yanında, adamın yadında adam əziyyət çəkir. Bəzən götürür rəhmətin ki, qoy biraz başa düşsün. O yuxu yozanın ardıca gedirsən, bu yuxu yozanın qapısına gedirsən. Fikir verirsiniz, bir də ağır yuxu görürsən, başlayırsan səhəri qorxmağa. Niyə cəza qorxusundan gəlməzsin? Rəhmətin pisdir və ya. Bu ömrüm boyu az mərhəmət göstərmişəm. O qədər hadisələr çıxıb qarşıva ki, sükan idarə eləyəndə az qalıb öləsən. Amma oradan çıxanda demirsən ki, bacardım. Sən bacarmamısan, mən qorumuşam səni. Sən düz yol gedəndə yıxılırsan yerə. Niyə hər şey öz adıma çıxartdın, mənim qədrini bilmədin? Sən elə bilirsən ki, çox bacarıqlısan, çox təcrübəli adamsan, bu günahları eləyirsən və fikirlərsən ki, yol tapıb çıxıram buradan ki, cəzası gəlmir. Cəzanın qabağını mən almışam, yoxsa bunların hamısının cəzası var.